Sobada bişən ən dadlı toyuq reseptini bölüşmək istəyirəm. Qaba mayonez, ketçup, nanə, reyhan qurusu, tomat, sarımsaq və 2 xörək qaşığı tam dolu bitki yağı əlavə edib qarışdırıram. Toyuğu duzlayıb üzərinə bu qarışımı əlavə edirəm. Əgər videonu buna qədər izləmişsə, hər kəsdən xahişim kanala like atıb abunə olmağı unutmayın. Hazırladığım qarışımı, toyuqları tavaya əlavə edirəm. Sobanın qabına mən istifadə etdim. Siz tavada da edə bilərsiniz. Soba qabına düzdükdən sonra sobaya göndərirəm. Məndə etimat sobasıdır. Təxminən 250-300 dərəcə arasında istifadə edirəm. Daha sonra toyuqdan qalan sosu kartofun üzərinə əlavə edirəm. Toyuğu 15 dəqiqə sobaya qoyduqdan sonra çıxardıb kartofları arasına düzürəm. Toyuğu ilk öncə qoyma səbəbim toyuğun içərisinin tam bişməsidir. Kartof tez qızarır. Kartof qızaran kimi sobadan götürmək məcburiyyətində qalırıq. Ona görə toyuğu ilk öncə qoyuram ki, toyuğumuz tam bişsin. Bu cür qızaranda isə üzərinə 2 ədəd orta boy ölçüdə soğanı doğrayıram yarım halqa şəklində. Üzərinə buzluqda yuyub saxladığım biberləri istifadə edirəm. Rəngli biberləri. Siz istəsəniz doğranmış da istifadə edə bilərsiniz. Mən bütöv halda istifadə etdim. Biberləri də qoyduqdan sonra növbəti buzluqdan çıxartdığım pomidorları da üzərinə düzürəm. Məncə buzluqda saxladığımız bu qidalar həqiqətən də qışda çox əl tutur adama. Ona görə də hər yay bu şəkildə edirəm. Və 200 dərəcədə bişirməyə davam edirəm. Biraz soğanlar ölüşdükdə bu cür qarışdırıram. Və daha sonra yenidən sobaya verirəm. Sobada təxminən 15-20 dəqiqə qaldıqdan sonra yeməyimiz hazırdır. Budur bizim yeməyimiz. Çox dadlı, çox ləzzətli. Məncə soba yeməklərini hər kəs sevir. Həm dadı, həm yağı az olur. Belə daha yaxşı olur məncə. Siz də hazırlayın. Sizdə də əminəm ki, bundan da gözəl alınacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah yeni videolarda görüşənədək hələlik.